Şəhbaz, stəkan. Sənin mənim yanımda sandığın var. Mənim sənin yanında heç zərrə qədər də pambığım yoxdur. Xeyr ola. Ay stəkan. Belə açarsan da pambığı, tökərsən də pambığı. Hamı belədir də. Özdə şər var, şər var. Hacı Qurban, şərdən şərədə fərq var. Yəni nə şərbaz döyürəm, nə bir şey döyürəm. Prosta həmişə düzün danışmışam deyə çoxsu mənə xoşu gəlmir. Heç xoşları gəlməsin. Ya bu həyatda karmadır, bəli. Hər kəs öz karmasını yaşayır. Mən düşmənim belə olsa, başına bir pis hadisə gəlsə sevinmərəm. Sadəcə ilahi ədalətin bir daha sübuta getirildiğinin şahidi olub, Allahdan əvvəl 5 qorxurdumsa 10 qorxaram. Mən belə olmama baxmayın, uşaqlar, mən qorxaq adamam. Nə mənada? Allahdan qorxuram. Göydə ilahi ədalətdən qorxuram, yerdə dövlətimin qanunlarına. Yolu belə keçəndə peşəxodun üstü ilə keçirəm ki, 1 milli qırağa keçərəm, qanun pozaram. Dur, çıx bayıra. Hansı ildə ilahi ədalətdən danışıram? İlahi ədalətdə uşaqlar. Mən sevgi səni şey eləməmişim axı, blok eləməmişim axı. Prosta deyəsən moddan çıxartmışdım. Blok eləmişəm səni. Allah bütün balaları qorusun. Allah bütün balaları, uşaqlar, Allah bütün uşaqları qorusun. Uşaqlar bizim gələcəyimizdir. Amma o uşağı dünyaya gətirən ana, ata düşünməlidir. Mən kimisə uşağını düşünmək məcburiyyətində deyiləm. Sən ilansan. Mən promoy anakondayam xanım. Mənim bu mövzuda bacı Qurban heç bir zərrə qədər günahım yoxdur. Mən bacardım, insanlıq borcumu yerinə getirmişəm. Təcili tibbi yardım çağırmışam, oradakilara canfəşanlıq eləmişəm. Heç özümə bir zərrə qədər də su belə içməmişəm, cəmaatın dalıcan qaçmışam. Mən nə edim? O dediyi özün elə, gör necə eləyirlər. Bax, otur səssizdə ekranıma tıkla. Ona görə də vicdanım da rahatdır, gecələr də rahat yatıram, gündüzlər də rahat yatıram. Can cücəm, sevgi, ürəyim, baxarım o birisi, bəlkə səhvən atmışıq bloka. Hamı kimi əlbəttə ki, birinci özümü düşünürəm, özümü sevirəm. Yəni, bunun nənəsi əlaqəsi yoxdur. Mən özümü sevməsəm, heç kəsi sevə bilmərəm. Birinci özüm. Ay xanım, kimin gözünə düşmüşəm? Mırtdaşağa sən alatır çıx bayıra da. Gözdən düşmüşəm, bir də mırtdaşaq mahnısı qoyub oynayaram, gözümdə qalxaram, narahat olma. Sənin kimlərin gözünü qalxmaq üçün bir dənə mırtdaşaq mahnısı bəs edir. Ətimi tökmaz, dur çıx bayıra. Gözündən düşüb bunun. 2 dənə bambılıq eləyərəm, mırtdaşaq mahnısı qoyub oynayaram, gözümdə qalxaram. Sən və sənin kimlərdin. Sənin gözündə qalxmaq asandır. Can, sevgi, çok sağ ol ürəyim. Qoy profilini, sevgi, qoy görüm takibimdə varsan burada. Sən necə bloka getmişsin ay bacı, gözlə. Sənsiz aşıq. Mən sənə takip attım, indi yayını bağlayanda baxarım o birisi telefonda. Xanım elə o bayırda dolanda mən sözümü demişəm, narahat olma. Bundan da yaxşı söhbətlər eləmişəm. Nolar, qutarın da uşaqlar, mən bezmişəm.
Suşini çörəklə yeyirdi, nə tez yadına çıxdı. Gəl bu yaxşılıq idi, mənə suşini çörəklə yedirtmək. Kökəlib nə boyda olmuşdum. Çıxdır. Oy, rəhmət ölənlər var bacı. Nur, sabitləyirəm səni. Orada yaşayan Elçin də bilmir nə ilə prim yığsın. Duran bilirəm ki, Allah heç kəsin ağlını başından almasın, bacı qurban. Xanım, ne edeyim, canlı yanaşım burada artist ağlayayım, altından da ağlamalı iskimahnı qoyum. Ne edeyim? Oy, tövbə estağfurullah. Buranın artistlərine necə də inanırsınız ya, Allah haqqı. Qınamıram, süni intellektlə paylaşılan şəklərə, videolara inanan adamlarsınız. Bu cür artistlərə də inanmağınız normaldır. Mebelin pulunu verdin 3000. Onu iddia edən adam hələ sübut eləsin ki, o mebelin qiyməti 3000'dir və mənə pulu ilə verib. Hədiyyə eləmişdi. Əl-hədiyyə. Necə ki 6000 dişi hədiyyə ediblər, həmçində mebeli. Biri-birinə fərqli rəngdə olan mebeli mənə hədiyyə ediblər. Gəl, biraz güllərə baxaq. Yox, söndürə bilmərəm. Filtri. Ay qız, o ağlayanlar 2 həftədən sonra reklama getməsələr, mən də müjgan deyirəm. Mənim uşaqlar vicdanım sızıldamır. Çünki son aylarda o qadının yanında kim olubsa düzgün istiqamət verərdi. Vəziyyət bu yerə gəlib çıxmazdı. Bugün onun arxası üçün oturub ağlamaqdansa düzgün istiqamət verib, məsləhət verərdilər. Hal da bu yerə gəlib çıxmazdı. Təəssüflər olsun ki, o halda mən onun yanında olmamışam. Mən o insanı bir dəfə görmüşəm. Dövlət binasında dövlət çağırmışdı, getmişəm. Onda görmüşəm, vəssalam. Bəs sənə niyə söyürlər? Musiqə zövqümüz uyğun gəlmir, Samir bəy. Mırtaşaq mahnısını deyirlər, qoşmuram. Yazarsan sevgi, yazarsan. Bəş, mən hardan bilim? Ay Samir profili, hardan bilim? Təəssüflər olsun ki, o xanımın izləyicisinin çoxsu yeni yetmələridir. Yəni, yaxşılarından iraq. Sadəcə olaraq günah keçisi axtarırlar. Mən də üzülürəm, mən də pis oluram. Mən bu günləri canlı açmışam, canlı açmazdan qabaq oturub ağlamışam. Story paylaşım, sonra story'ni sildim. Mən də pis oluram. Keçdiyimiz yaxşı günlər yadıma düşür.
Amma onun kütləsi insanda elə qıcıq yaradır ki, bacı. Dua eləmək istəyirsən belə ağzın fırlanmır. Çünki çox yaxşılardan İraq qəribə kütləsi var. Yəni kütlə eləyir. Onu bilirəm ki, kütlə eləyir. Kütlə. Sən bütün Azərbaycan haqqında danışma. 2000-3000 adam bütün Azərbaycan demək deyil, ağıllı. Bütün Azərbaycan 10 milyondur, 11 milyondur. Eləsi çox söz var. İnanın ki, danışmaq belə içimdən keçmir. Niyə xaço da istəmirəm. Çünki qayd elilər, cart eləyəcək istəmirəm. Sadəcə olaraq bəzi yayıncılara baxıram, ətim tökülür. Hansı ki o adam yaxşı vaxtını heç onları iti yerinə qoymurdu. Deyəndə ki filan kəs yazıqdır, o da gəlsin, tək adamdır. Dedəşi, çıxdır elə. Lazım deyil, o səviyyəsizin biridir. Səviyyəsiz dediyi adamlar bu günləri canlılaşıb ağlayırlar. Mən prosto baxıram, ətim tökülür. Конечно, hamısı prim üçün eləyir, reyting üçün eləyir. Ki onu sevən adamlar ona 1 manat atsın, 5 manat atsın. Yəni bunu anlamamaq üçün gərək uşaq olasın. Baxıram sadəcə ətim yerdə mənə baxır. Nankör olub nə etmişəm ay xanım? Nankörlük sən nə edirsən? Həyatımı yaşamayın. Deyirlər ki, həmən günü Müjgan oturub evdə badımcan qızardırdı. Badımcanı bişirərlər də. Hər kəs öz həyatını yaşayır. Allah hər kəsə səbir versin. Allah hamının kömək olsun. Mən də hamı kimi üzülürəm, amma həyatımı yaşamaq məcburiyyətindəyəm. Bu məsələdə mənim zərrə qədər günahım yoxdur. Bacardığım qədər, əlimdən gələn qədər yaxşılıq eləmişəm. Sadəcə olaraq mən burada çox artistliyi görüb artistlik etməmişəm. Kameranı açıb ağlamaq videoları çəkməmişəm. Kiminsə karmasından sui-istifadə edib yayınımı qaldırmamışam. Kimlərsə yayınıma qoşub nə yaxşılığına, nə pisliyinə danışmamışam. Vəssalam da bacı. Hay can Müjgan. Jokey, bilmədiyim mövzuya baş ağrıtma. Xanım, içəndə yanımda olmusunuz? Durun suyu bağlayın. Gözəl gününüz olsun. Minnətdaram. Uşaqlar, əslində təklik xoşbəxtlikdir. Bax, bugün mən
O hadisə günü orada olmasaydım haqsız yerə söyləməyəcəydim. Haqsız yerə yəni bu qədər ev eşiyi mən benim kimisə hesabını eləməmişdim ki. Öz həyatım var idi. Kiçik həyatım var mənim. Kasıb adamam. Çörək pulu üçün yayın açan adamam. Mən özümə axırıncı dəfə nə vaxt paltar almışam xatırlamıram. Əlimə gələni evə eləyirəm. Bir də boğazım qarnım üçün. Burada mən kimlərəsə görə salam verdiyimə peşman ediblər. Nədir vaxt ikən o insandan salam eləmişəm. Allah and olsun peşman olmuşam da. Gül kimi sakit həyatım var idi. Bax mənə lazım idi. Nə də ki mən kimisə yanına məcbur eləyib getməmişəm. Özü hamı ilə dalaşmışdı, tək qalmışdı. Yayınını artırmağa, özü də bir dəfə yayınında mən gömbul olan vaxtlar kinayəli gülüşlə demişdi ki, hər bir gözəl qızın yanında belə bir padurqası olmalıdır. Yəni mən mağdur deyirəm. Mən demirəm mağduram. Ananın gözünə əməliyyat etdirdi, unutma. Xanım, cəmat mənim ağzıma 6000 pul qoyub. Elib də ham elib, dəstəkçi olub, mənə də hədiyyə atıb, Sakoya da hədiyyə atıb. Nə bilim, başqasına da hədiyyə atıb. Hədiyyə atdığı yayıncılardan biri də mən olmuşam. Və canlı yayında eləyib. Hamı kimi mənə minlərlə insan dəstək olub, bunlardan biri də o olub. Əslində bununla dediyində həqiqət var deyənə ki, elə həqiqəti danışıram da bacı. Ağca qanətlər yedi məni. Ağzında söz qalmır. Onda yanında söz danışma. Kopyalamayın da yazılar uşaqlar. Allah hamının köməyi olsun bacı. Zamanla düzəlir. Düzələcək xanım. Gedək evə Murtaşaq mahnısına qulaq asaq. Hə, onu istəyirsiniz, mahnı istəyirsiniz. Ərə gedəşəm. Gedirəm ərə. Mənə gül göndərin. Kim mənə gül göndərsə onu ərə gedəşəm. Qəvrə get. Az özün get elə. Hədiyyə atanlar çox sağ olun.
Aşk qəşəng çıxdı. Yaşatdıqlarını yaşamadan ölməyəsən. Bəlkə də yaşadığını yaşayanlar da vaxtı ikən yaşananlara baxıb karmalanlar olub ay xanım. Bir də bu tərəfdən baxın. Bəli, heç kəs yaşatdığını yaşamadan ölmür. Buna görə də insanlara nəsə yaşatmaqdan mən qorxuram. Yaşananlara baxıb sevinməkdən qorxuram. Mən sadəcə olaraq yayınımı aparıram. Deyirəm, gülürəm. Mənim çünki yayınım əyləncə formatlıdır. Nəsə kiməsə sevinmirəm, bu vəziyyət seviniləsi vəziyyət deyil. İnsanların həyatını, taleyini mən yazmıram. Hər kəs öz taleyini özü yazır. Çünki Allah insanlara ağıl verib. Ağıl ilə hərəkət eləmək lazım idi. Yalansa gerçək olsun. Allah bəzilərin başı həqiqətən gedib. Ay,